Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin ve la'netullah ala a'daihim ecmain. Allahümme accil velikel ferec. Deməli, biz qeyd etdiyimiz rivayətlər əsasında bəlli oldu ki, biz hansı şərtlər daxilində hansı imama tabi olmağımız vacibdir, beyətimiz vacibdir və onları inkar etmək də haramdır, hətta biri olsa belə. Və fərq eləmir, o imam aşkardadır, ya qeybdədir, huzurdadır, ya qeybdədir, heç bir fərqi yoxdur ki, bəhanə gətirəsə ki, yox, o imam qeybdədir, nə bilim, çox uzaqda qalır, mən onu iman gətirməyim, mən ona beyyət eləməyim, mən onu təsdiqləməyim və s. Bu haramdır. Məsələn, hətta rivayətlərdə də bu haqda göstəriş var. Məsələn, mərhum Şeyx Sadıq Rəhmətullah Kəmaluddin kitabında Qiyas bin İbrahim Həlimidən nəql elədiyi bir rivayətdir. İmam Sadıq əleyhissalam buyurur ki, Peyğəmbər sallallahu aleyhi və aleyh belə buyurub, mənim övladlarımdan olan Qaim Əccəlallahu Fərəcəhu Şərif imamın imamlığını inkar edən şəxs ki, yəni həmin İmam Zaman ağa imamlığını inkar edən şəxs nədir? Məni inkar etmiş şəxs kimidir. Ki, övladlarımdan olacaq o, mən ənkərəl qaim min vuldi fəqad ənkərəni. Yəni, imamı inkar edir, eyni Peyğəmbər sallallahu nədir? İnkar eləmiş şəxs kimidir. Və Həzrət buyurur ki, eyni zamanda ki, və o qeybdə olduğu dönəmdə də kim onu inkar eləsə, həmin inkar halında da ölsə, onun ölümü cahiliyyət dönəminin ölümü kimi olar. Və deyir, Allah Rəsulü də buyurubdur ki, həqiqətən bu kəlmədir ki, yəni bu diqqət olunması bir məsələdir ki, imam demək istəyir ki, yəni sonuncu imam belə qeybdə olacaq və o qeybdə olmağına görə onu inkar eləmək nədir? Hətta Peyğəmbər sallallahu aleyhi və aleyhi nübüvvəti inkar eləmək kimidir və bu adam əvvəldə də dediklərimiz kimi cahiliyyət dövründəki ölümün dadını dadacaq. Və yaxud da başqa bir hədisdə Səffan bin Mehran nəql edir ki, İmam Sadiq əleyhissalam belə buyurdu. Ənəhu qal, mən əqarra bi cəmi'il əimməti və cəhədəl məhdi kanə kəmən əqarra bi cəmi'il ənbiyə və cəhədə Muhammədən sallallahu aleyhi və aleyh nübüvvətəhu. Deməli, Səffan bin Mehran deyir ki, İmam Sadiq əleyhissalamın kəlamı bu cür idi ki, kim bütün imamları qəbul etdiyi halda İmam Mehdi Cəlallah Fərəcəhi inkar eləsə ki, onda bütün peyğəmbərlər qəbul edib, Peyğəmbər sallallahu aleyhi İslam peyğəmbərini inkar edən şəxsin hökmündəki olar ki, onun nübüvvətini inkar eləmiş kim olur. Ki, imamdan sual olundu ki, deyir, bəs ey peyğəmbərin balası, sənin nəsli olan Məhdi kimdir? İmam dedi ki, 7-ci imamın 5-ci nəslindəndir ki, onun vücudu sizdən qaibdir, yəni qeybdə olacaq və onun adını çəkmək də sizin üçün icazəli deyil, halal deyil. Və yaxud da hətta başqa bir hədisdə ki, Kəşfül Qimmədə nəql olunur ki, deməli, sənədi ilə Musa bin Cəfər Əl-Bağdadi hədisi nəql edir Həzrəti İmam Həsən Əskəri əleyhissalamla. Deyir, İmam Həsən Əskəri əleyhissalam buyurdu ki, deyir, görürəm ki, məndən sonra mənim xəlifəm haqqında ixtilafdasınız. Ki, mənim xələfim kim olacaq, onun haqqında ixtilafdasınız. Və bilin ki, İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhdən sonra gələn imamların hamısını qəbul edib, mənim övladımın imamlığını inkar edən şəxs bütün peyğəmbərləri və Allah tərəfindən göndərilmişləri qəbul edib, İslam peyğəmbərini, nübüvvəti inkar edən şəxs kim olar? Diqqət eləmək lazım. Deməli, İmam Həsən Əskəri əleyhissalamda nə qeyd edir? Mənim övladım, yəni imam olacaq övladımı inkar edən şəxs sanki bütün peyğəmbərləri qəbul edir, İslam peyğəmbərini və nübüvvətini inkar edir. Çünki bizim sonuncumuza itaat etmək, birincimizə itaat etmək kimidir. Və sonuncumuzu inkar eləməklə birincimizi inkar eləmək kimidir. Və mənim övladımın qeyb dövrü olacaq ki, həmin dövrdə cəmaat şübhəyə düşəcək ki, mürtəkib olacaqlar bu şübhəyə. Amma bir dəst insanlar var ki, Allahdan qorxurlar və bu şübhədən amanda qalacaqlar. Və Allahın qoruduğu kəslər olacaq. İllə mən
Əsaməhullah əzzə və cəl. Ki, Allah təbarək və teala'nın hifz etdiyi, qoruduğu bir dəstə mömin olacaq ki, onlar bu şübhədən, şəkildən amanda qalacaqlar. Və yaxud başqa bir hədisdə ki, mərhum Şeyx Sadiq Rəhmətullah Kəmaləddində nəql edir, Qiyas bin İbrahim. Deyir, İmam Sadiq əleyhissalam bu cür nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi bu cür deyib, mənim övladlarımdan olan Məhdi Əcələ Fərəcə imamdır və onun qeybdə olduğu dönəmdə kim onu inkar eləsə və inkar elədiyi halda ölsə ki, matə meytətən cahiliyyədir və cahiliyyət ölümündəki ölmüş kimi öləcəkdir. Və yaxud da başqa bir hədisdə yine Şeyx Sadiq Rəhmətullah Huşam bin Salimin zənciri ilə nəql edir rivayətdə. İmam Sadiq əleyhissalamdan nəql edir ki, o da Peyğəmbər sallallahu aleyhi və aleyhin bu cür buyurduğunu deyir. Qaim Əccəlallahu Teala Fərəcəhu Şərif mənim övladlarımdandır, adı mənim adım, künyəsi mənim künyəm, əxlaqı və rəftarı mənim əxlaqım, yaşayış tərzi mənim yaşayış formamdır və o insanları mənim gətirdiyim dinə dəvət edər, onları Allahın göndərdiyi kitaba tərəf yönəldər və ona itaət edən şəxs mənə itaət edib, ona qarşı çıxan, üsyan edən şəxs mənə qarşı çıxıb, onun qeybdə olduğu dövrdə onu inkar edən məni inkar edib, onu təsdiq edən məni təsdiq edib, mən onu təkzib edənlərdən və mənim onun haqqında dediyim sözləri inkar edənlərdən Allaha şikayətçiyəm. Və həmçinin də mənim ümmətimi həmin imamın yolundan azdıranlardan da Allaha şikayət edəcəm. Ki, sonra Həzrət Quran-ı Kərimdən Şuara surəsinin 227-ci ayəsini zikr edir ki, zülm edənlər hansı dönüşə dönəcəklərini mütləq biləcəklər. Ona görə də biz bilməliyik ki, deməli, məsum imamlardan heç birini, ilahi höccətlərdən heç birini inkar eləmək olmaz. Birini inkar, hamısını inkar mənasındadır ki, məsumlar bax bu xəbərdarlığı bizə eləyib, biz də Allahın izni ilə vəfa elədi. Allah lütf elədi, gəldi, bunları zikr etdik və bildik. İndi qalır nə etmək? Əməl etmək. İman gətirmək və əməl etmək. Və indi məsələn sual yarana bilər ki, məsələn bir adamın imamı mərifət eləmək imkanı olmur, şərait olmur. Neynəməliyəm? Gözəl, qəşəng sualdır və qardaşlardan da hətta bəziləri vermişdi. Və Əhl-i Beyt əleyhissalamın kəlamında bunun cavabı var. Mənsumun elə öz dilindən bir necə mən hədis zikr edeyim, məna bizə üçün nə olacaq? Bəyan olacaq və aşkar olacaq. İnşallah. Məsələn, rivayətin birində Mərhəm Allah Məclisi Bihar Lənvarın 51-ci cildində nəql edir ki, Ömər bin Əbdüləziz deyir ki, İmam Sadiq əleyhissalam belə dedi ki, əgər elə bir şəraitə düşsən ki, tabi olmaq üçün, itaət üçün bir imamı görə bilmədin, onda Allah həmin imamı səni aşkar edənə qədər sevdiyin şəxsi sev, düşmənçilik etdiklərinə düşmənçilik et. Məsələn, deyək ki, İmam Əli əleyhissalamdan sonra kim olduğunu bilmirsən, amma İmam Əli əleyhissalamı dəqiq bilirdin. Elə ona etiqad və imanında, itaətində, tabiçiliyində qal və düşmənlərinə düşmənçiliyi saxla, ta ki, növbəti imam sənə aşkar olana qədər. Ki, amma yəni boş oturmada axtarıb tapmalısın. O demək deyil ki, elə tapmadım və salam oturub mənim səhlənkarlığım üzür sayılmayacaq. Bunları da əvvəlki biz cələsələrdə, bəhslərimizdə qeyd etmişdik. Və yaxud başqa bir hədisdə Mənsur nəql edir ki, İmam Sadiq əleyhissalam ilə danışırdım və dedim ki, əgər heç bir imamı görə bilməsin və tabi olmaq üçün heç bir imam olmasa nə edim? Deyir, imam buyurdu ki, فَأَحِبَّ مَنْ كُنْتَ تُحِبُّ وَعَبْغِدْ مَا كُنْتَ تُبْغِدُ حَتَّى يُزْهِرُهُ اللّٰهِ əzzə və cəl. Deyir, onda sevdiyimi sev, məhəbbət kimi göstərdi ki, ona məhəbbətimi saxla, düşmənçilik etdiyinlə düşmənçilik belə, ta o vaxta qədər ki, Allah təbarək və teala sənin üçün o imamı zahir eləsin, o rəhbəri, höccəti zahir etsin. Başqa bir hədisdə İsa bin Abdullah nəql edir, İmam Sadiq əleyhissalama deyir, dedim ki, əgər sizin üçün bir hadisə baş versə, yəni bu hadisə baş versə, ki, yəni nə inkənə qavunun, yəni bir vəfat eləsəz, dünyamızı dəyişsəz. Və lə əraniyə Allah zəlik, Allah deyir, bu günü mənə göstərməsin. Bu cür söz deyir səhabə. Və bu zaman, bu vaxtı bir şey olsa, mən nə edim, özümə kimi imam seçim? İmam Sadiq əleyhissalam deyir,
oğlu Musaya işarə elədi və deyir, mən dedim ki, əgər Musa üçün də bir hadisə baş versə, kimi özümə imam seçim? İmam buyurdu ki, onun oğlunu. Dedim, əgər onun oğlu üçün də hər hansı bir hadisə baş verən dünyasını dəyişsə və bu zaman özündən sonra böyük və kiçik qardaşı qalsa, bu zaman onlardan hansı birini özümə seçim? İmam dedi ki, onun oğlunu. Və sonra bu cür imam deyir, bu cür qeyd edir ki, sona qədər davam et. Deyir, mən sual elədim imama ki, bəs o zaman onu tanımasam və yerini bilməsəm nə edim? İmam dedi ki, o zaman sən dua eləyərsən ki, bu formada ki, Allahümmə inni ətəvəllə mən bəqiyə min hucəcikə min vuldil imamil madi fə innə zəlikə yudzikə inşaallah. Həzrət deyir ki, belə dua eləyərsən ki, ey mənim Allahım, mən əvvəlki imamın övladlarından qalan höccət və tabiyəm. Bu cür dua elə, deyir və sənin bu duan kifayətdir. Allahın izni ilə də bu vəzifə, yəni bu tabiyyət eləmək, iman gətirmək, ki, tabi olmaq vəzifəsi də öhdəndən götürülmüş də sayılar, kifayət eləyər. Yaxud da başqa hədisdə Zürarə nəqli ki, İmam Sadiq əleyhissalam belə dedi ki, elə bir zaman gələcək ki, insanların imamı onlardan qeybli olacaq. Deyir, mən də dedim ki, həmin zaman insanlar nə etsin? İmam buyurdu ki, yətəməssəkунə bil əmrilləzi hum aleyhi həttə yətəbəyyənə ləhum. Ki, bəs imam aşkara çıxana qədər öz əqidələrində möhkəm tutsunlar, öz işlərində möhkəm olsunlar. Başqa hədis var, Abdullah bin Sən'an nəql eləyir ki, mərhum Şeyx Sadıq rəhmətullah aleyh Kəmaləddində qeyd edir, mən və atam İmam Sadıq əleyhissalamın yanına getdi, Abdullah bin Sən'an deyir. Deyir, imam dedi ki, elə bir zaman gəlsə ki, nə sizə hidayət edən bir imam və nə də onun aşkar bir əlaməti olsun, belə bir dövrə düşəsiz və elə bir halda olsanız ki, suda batmaqda olan şəxsin Allaha dua elədiyi kimi edib, canınızı qurtarıb salamat qalmaq istəyirsiniz. Bəs bu zaman nə edirsiniz? Deyir, atam da sual etdi ki, bəs yaxşı belə bir halla üzləşsək, bəla ilə qarşılaşsaq nə edək? İmam dedi ki, sən elə bir vəziyyətə düşməyəcəksən. Amma belə bir iş baş versə, həqiqətən sizin üçün aşkar olan həqiqətə qədər əlinizdə olandan möhkəm tutun. Yəni, siz sonuncu olaraq hansı imama tabi olmusunuz? Əqidəniz nə olub? Əməlləriniz necə əmr olunub? Onlardan möhkəm tutun ta ki, həqiqət siz üçün zahirə çıxsın. Yəni, biləsiniz ki, növbəti höccət imam kimdir və kimə tabi olub itaət etməliyəm və vəzifələrim nədir? Və yaxud başqa hədisdə Aban bin Təğlibin nəql elədiyi hədis var ki, mərhum Şeyx Numan Əl-Xeybədə də qeyd eləyir ki, İmam Sadiq əleyhissalamdan Həzrət bu cür buyurdu ki, elə bir vaxt gələcək ki, insanlar həmin dövrdə səbtəyə düşəcəklər. Həmin səbtədə elm öz yuvasına tərəf sürünən ilan kimi Məkkədə və Mədinədə olan məscidlərin arasında sürünər və sonra yığılar. İnsanlar həmin halda olanda Allah Taala'nın onların ulduzlarını parladar ki, belə bir vəziyyətə düşəndə. Deyir, mən sual verdim imama ki, bəs ey Peyğəmbərin balası, səbtə nədir? Və mə əs-səbtə, səbtə nə deməkdir? Deyir, imam cavabında buyurdu ki, imamımızın qeybə çəkilməyi mənasındadır. Səbtə, yəni sonuncu imamımız ki, qeybə çəkiləcək, yəni mənası budur. Və mən sual verdim ki, bəs yaxşı, biz nə əməlləri edək? Yəni, o qeyb dövründə bizim vəzifəmiz nədir? Ki, imam da buyurdu ki, kunu alə ma entum aleyhi həttə yutli Allah ləkum nəcməkum. Deyir, Allah təbarək və teala sizə o ulduzu göstərənə qədər öz əqidəmizdə qalın, sabit olun, möhkəm olun. Və yaxud başqa bir hədisdə mərhum Şeyx Sadıq Kəmaləddində nəql edir ki, İmam Sadiq əleyhissalam bu cür buyurdu ki, o ilə daha doğrusu danışırdım, Haris bin Müğayrə deyir. Deyir, imama sual elədim ki, həl yəkunun nas fi həlin lə yərifunəl imam. Deyir, mümkündür ki, elə bir vaxt gəlsin ki, insanlar imamı tanımasın. İmam dedi ki, bəli, mümkündür ki, belə bir hal baş versin. Deyir, mən
ki, imama sual verdim ki, bəs həmin vaxtda insanların vəzifəsi nədir? Nə iş görsünlər, nə etsinlər? Ki, bu halda vəzifəmizi bilək. Biz də, deyir, imam da buyurdu ki, həmin halda başqa bir imam onlara aşkar olana qədər əqidədə, əməldə möhkəm dursunlar, möhkəm tutsunlar. Ki, yaxud da məsəl üçün Əl-İmaməti və Təfsirə kitabında mərhum şeyx nəql edir ki, deməli, Yaqub bin Şüeyb deyir, İmam Sadiq Əleyhisselama sual verdim. İmamın ölüm xəbəri insanlara çatanda onlar nə etməlidir? Deyir, imam da buyurdu ki, cəmaət imamın axtarışına çıxsın, onlar axtarışda olduqları halda üzürlüdürlər, həmin halda. Deyir, onlar hamısı axtarışa çıxmalıdır, yoxsa bəziləri bu öhdəçiliyi yerinə yetirsə kifayət eləyər. Bir dəstə məntəqədə məsələn 1000 nəfər yaşayır. 10 nəfər getsin bu axtarış üçün, qayıdıb gəlsin. Və imam da burada ki, Quran-ı Kərimdə Tövbə sözünün 122-ci ayəsini misal gətirir ki, bəli, onların dostları qaydana qədər axtarışa çıxmayanlar da üzürlü sayılırlar. Yəni, bir dəstə çıxsın, hamı getməyinə ehtiyacı yoxdur ayə əsasən və imamı mərifət eləmək üçün çıxsınlar və onlar qaydana kimi də qalan şəxslər nə sayılır? Üzürlü şəxslər sayılır. Və yaxud da mərhum Kəşfin Ricalında nəql olunan Abdullah bin Zürarənin hədisi var. Deyir, Zürarə oğlu Ubeydi İmam Kazım Əleyhisselam haqqında axtarış aparmaq üçün göndərir. Ubeyd qayıtmazdan əvvəl Zürarə vəfat edir. O ölüm halında deyir, Quranı başına tutdu və belə bir söz dedi. Deyir, Quranı ki tutdu üzərində, ki müshəfi götürdü. Dedi ki, və qalə. Belə bir söz. İnnəl imamə bə'də Cəfər ibn Muhammedin mən ismuhu beynə dəfətəyni fi cümlətil Qur'an mənsusun aleyhi minəlləzinə əvcəbəllah taətəhum ələ xalqihi ələ müminun bihi. Ki, deyir, bu cür dedi ki, Cəfər ibn Muhammeddən sonraki imam o şəxsdir ki, onun adı bu kitabda Quranın içindədir və elə bir şəxslər tərəfindən təyin olunub ki, Allah Teala həmin şəxslərə tabi olmağı bütün insanlara vacib eləyibdir. Mən ona iman gətirmişəm və ona inanıram, yəni möminəm ona. Ki, bu hadisəni deyir İmam Kazım Əleyhisselama dedilər ki, Vallahu kana Zürarətu muhacirən iləllahi Teala. Deyir, İmam Kazım Əleyhisselam da bu xəbəri işlən. Dedi ki, and olsun Allaha, Zürarə Allaha tərəf hicrət edən şəxsdir, mühacir şəxsdir. Ki, burada da biz baxırıq ki, həqiqətən də rivayətlərdə də göstərilən kimi Əhl-i Beyt əleyhissalam vilayətinə və imamətinə iman gətirən şəxsin, yəni bir imam dünyadan köçəndən sonra növbəti imamı tanıması, ona itaət eləməsi haqqında vəzifəsi müəyyənləşdirilir və sonraki imamı tanımaqda çətinliyi olsa, ya üzrü olsa nə edəcək? Hədislər bizi üçün bəyan elədi ki, biri bu idi ki, imamı tanımaq üçün çalışsın. Ki, imamı yəni, aşkarda bilsin, ta ki, yəni, onu axtarmaq üçün cəhd eləsin. Müxtəlif səbəblər üzündən mümkündür ki, imamı tanımağı çətinləşsin, maniyələr olsun və nəticədə imam onun üçün məchul qalsın. Və belə halda öncəki imamın tərəfdarlarının vəzifəsi nə idisə, o cürdə əməl etsin və həmçinin də neyləsin? Yenə də o tərəfdarların özünü əlazı tapmaq üçün çalışsın. Ki, Zürarə neynir? Bax, məsəl üçün, öz övladını İmam Sadiq Əleyhisselamdan sonraki imamın kimliyi haqqında dəqiqlik tapmaq üçün Mədiniyə yola salır. Məsələn, bax, oxuduğumuz elə sonuncu hədisə götürür. Və diqqət olunması digər amil budur ki, hədislər bizə nə göstərir? Sonraki imamı dəqiq tanımaq müəyyən olmasa, ümumi olaraq Əhl-i Beyt əleyhissalamın vilayətinə və imamətinə iman gətirmək lazımdır və bunu iqrar etmək lazımdır. İmam aşkarda olsun, qeybdə olsun, heç bir fərqi yoxdur. Ki, İsa bin Abdullah İmam Sadiq əleyhissalamdan rivayət olunan hədisdədir ki, o dua ki eləyir, həmin o hədisdə ki, oxuduq ki, ilahi, mən sənin höccətlərindən və öncəki imam nəslindən qalan şəxsin vilayətini qəbul edirəm. Mahiyyət olaraq ən azı bu cür heç olmasa bir dua etsin və etiqadı bunun üzərində olsun. Və həmçində öz dövrünün imamını tanıya bilməyən şəxs nə etməlidir? Vəzifəsi budur ki, Qurana və Peyğəmbər sallallahu sünnəsinə əməl eləsin. Əhl-i Beyt əleyhissalamın da
tövsiyələri də məhz nədir? Quran və Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinin izahı. Və bu barədə olan hədislərdə də bu məsələ qeyd olunur. İmam da hədisdə ona toxunur ki, deyir, bu halda neynəsin olar? İnsanlar həqiqət onlara aşkar olana qədər, zahir olana qədər, bəyan olana qədər ki, inandıqları, bildikləri hökmlərə əməl etsinlər, onlardan möhkəm yapışsınlar. Və İmam Zaman Əcəllah Fərəcəhin də qeybdə olduğu dönəmdə hər bir müsəlmana imamı görmək və onun sözlərini itaat etmək nəsib olmur. Ona görə də müxtəlif hadisələrlə qarşılaşırıq, müxtəlif məsələlər çıxır qarşımıza. Amma onu tanımaq və iman gətirmək ki, vacibdir. Biz onu neynəməliyik? Fərdi və ictimai vəzifə olaraq dəlillərlə, əsasla yola çıxıb aydınlaşdırıb bilməliyik və etiqad etməliyik. Bu vacibatdır. Ona görə də imamı tanımayana qədər Allahın insanlar üzərindəki höccəti tamamlanmamışdır rivayətləri ki var. Bəs məqsəd də odur ki, imamın əmrlərinə itaat etməyin vacib olmağının şərti fərdin imamı tanımağı ilə başlamalıdır. Bir şəxs o imamı tanımalıdır, sonra onun əmrlərini və itaat etməlidir. O vaxta qədər nə olur? Allahın höccəti hələ o şəxsə tamamlanmamış sayılır. Və yaxud da belə deyək ki, əgər imam aşkarda və həyatda olmasa, o şəxs üzürlü sayılar. Ki, bu, necə ki, öncəki, əvvəlki imamların, yəni əmirlərinin höccət olmağının və yaxud da hazırki imama ümumi də olsa, daxili bir inancın yoxluğu mənasında deyil. Ki, Zürarənin, məsələn, hədisini ki, oxuduq, ölüm halında İmam Kazım Əleyhisselam imamlığı barədə dəqiq məlumata malik olmadığı haqda ki, özü qeyd vurur həmin rivayətdə. Məsələn, hadisələrin bir çoxu ya düzgün sənədə malik olmur. Onlardan yalnız belə deyək ki, ikisi mötəbər kimi götürülür və hədislərdə deyilir ki, Zürarə ölüm halında öz nümayəndəsini İmam Sadiq Əleyhisselamın canişini öyrənmək və tədqiq etmək üçün Mədinəyə göndərdi. Və 7-ci imama, yəni İmam Musa Kazım Əleyhisselama ümumi də olsa iman gətirib dünyadan köçdü. Həmçinin digər qeyd nədir burada? Həmin zamanda hakim dairənin çətin və pis dövrünü nəzərə alıb siyasi gedişi tələb edirdi ki, Zürarə İmam Kazım Əleyhisselamın imamlığını aşkar etməsin. Özünün vəzifəsi idi. Və Zürarənin öz oğlu Mədinəyə göndərməsinin məqsədi də vəzifəsini öyrənmək istəyirdi. Yəni, bilmək istəyirdi ki, hakim rejimin siyasətinə əks olaraq hər hansı bir fəaliyyət yerinə yetirmək üçün nəsə etmək icazəlidir, yoxsa yox. Məsələn, bu haqda bir rivayətimiz də var. İbrahim bin Muhammed Həndani ki, rivayətdə nə deyir? Qultu lillahi aleyhissalam, yəbnə Rasulillah, əxbirni ən Zürarə, həl kənə yərif haqqa əbikə aleyhissalam fəqalı nəəm. Deyir, deməli, şəxs İmam Rıza Aleyhisselam'a deyir, sual elədim ki, ey Peyğəmbərin balası Zürarə haqqında mənə deyir, sənin atavın, yəni İmam Kazım Aleyhisselamın imamətini qəbul etdi mi o? Deyir, İmam dedi ki, bəli. Deyir, İmama sual elədim ki, bəs nə üçün oğlu Ubeydi İmam Cəfər Sadiq Aleyhisselamın xəlifəsini öyrənmək üçün və ondan xəbər gətirmək üçün Mədinəyə göndərdi, əgər bunu bilirdisə. İmam dedi ki, Zürarə atamın imamlıq haqqını və onun atasının oğlu barədə aşkar söylədiklərini rəsmi qəbul edirdi və oğlunu atamın vəziyyəti barəsində xəbər gətirmək və təqiyyə ki, haqda öz vəzifəsini öyrənmək üçün Mədinəyə göndərmişdi. Bilmək istəyirdi ki, Zürarə rəhmətli ki, yəni atamın imamlığını izah edərkən təqiyyəni kənara qoysun, yoxsa yox. Lakin oğlunun ki, səfəri uzanır, cəmaat da atamın imamlığı barədə Zürarədən fikir söyləməyini tələb edir. O isə imamın göstərişi olmadan bunu etmək istəmirdi. Ona görə də nə edir? Quranı əlinə götürür və duanı eləyir ki, ey mənim Allah, həqiqətən də mənim imamım, İmam Sadiq Əleyhisselam övladlarına olan bir şəxs imamdır ki, bu Quran onun imamlığını təsdiqləyir, şəhadət verir. Bu işi görür. Deməli, biz baxırıq ki, həqiqətən də rivayətdə Mərhum Şeyx Sadığın Kəmaləddinin də Əla Məclisin Bihar Lanvarının 47-ci cildində keçir. Deməli, rivayət əslində izah edir ki, Zürarə əslində bilirdi, sadəcə oğlunu göndərmişdi ki, həm bu məsələdə öz vəzifəsini öyrənsin, həm də nədir, növbəti imamı tanıdıb, təbliğ etmək üçün təqiyyə ona yenə vacibdir, yoxsa yox, onun əməl etməyinin vəzifəsini icra edirdi. Amma oğlu qaydana qədər ki, vəziyyət gedişat başqa bir yöntəm aldı da bu cür bir dua deyərək insanlara bir növ yol göstərdi.
Və İmam Kazım Əleyhisselamın imamlığını aşkar şəkildə təsdiq edən ki, çoxla sayılı qədər hədislərimiz var ki, bunda şübhə yoxdur. Zürarə bunu deməyib, ya da bu fərdi hökmdür, başqa bir şeydir. Zürarənin də səhabələr arasındakı şəxsiyyətinə diqqət eləsək, deyərik ki, Zürarə İmam Sadiq Əleyhisselamın şəhid olmasından sonra onun canişini olan, xəlifəsi olan İmam Kazım Əleyhisselamı kifayət qədər də tanıyırdı. Və hətta bəzi tarixi mənbələr göstərir ki, Zürarə İmam Sadiq Əleyhisselam vəfatından sonra 2 ilə yaxın bir müddətdə həyatda idi. Hicri qəməri tarixi ilə 150-ci ildə vəfat edir. Belə halda mümkün deyil ki, uzun müddət ərzində İmam Sadiq Əleyhisselamın xəlifəsini tanımasın. Ona görə də Zürarənin elmə məlum şəxsiyyətini götürsək ki, rical kitablarında bu sabitdir. Əhl-i Beyt əleyhissalam imamlarının sayını bildirən hədislərin də kifayət qədər olmasını düşünsək, nəzərə alsaq ki, bu qədər rivayətlər var. İmam Rıza əleyhissalamın da bu bayaq zikr etdiyimiz hədisini də qeyd alsaq ki, imam bu səbəbləri izah elədi. Nəticədə budur ki, deyərik ki, Zürarə rəhmətullahi əleyh, nəinki İmam Kazım əleyhissalam imamlığından xəbərdardır. Hətta Şeyx Tusinin nəzərinə əsasən ki, Şeyx Tusi rəhmətullahi əleyh ricalda qeyd edir, o İmam Kazım əleyhissalamın hətta səhabələrindən sayılır. Bu dərəcədə hətta qeydi var Şeyx Tusi rəhmətli. Ona görə də diqqət eləməliyik ki, bax bu rivayətlər bizə bəyan elədiyi şərtləri, amilləri nəzərdə saxlayaq və diqqətlə əqidəmizə və həyatımıza tətbiq edək. Velhamdülillah Rabbil aləmin.